Hər vaxtınız xeyir olsun. Bildiyiniz kimi bir neçə gün bundan öncə Prezident Administrasiyası vətəndaşların qəbul mərkəzində idik. Səbəb də Yasamal rayon polis idarəsinin rəis müavini polis polkovniki Anar Məmmədovun bir qrup Yasamal qazilərinə qarşı etdiyi haqsızlıq, onlara etdiyi şər böhtan, küçə ticarətinin olduğu təqdirdə Yasamal rayon qazilərinə icazə verməməsidir. Bildiyiniz kimi administrasiyada bilən kimi biz polislə bağlı şikayətə gəlmişik, bizi qəbul etmədilər. Biz Prezidentin hüquq və hərbi məsələlər üzrə köməkçisi, 1-ci dərəcəli dövlət müşaviri Fuad Ələsgərovun qəbuluna yazılırdıq. Və orada bizə polis serjantı, gördüyünüz bu şəxs, Valih adında polis nümayəndəsi zorakılıq elədi və digər polis əməkdaşlarına çağırdı ora. Və biz xahiş edirdik ki, biz Fuad Ələsgərovun qəbuluna yazılmaq istəyirik, bu problemləri aradan qaldırmaq istəyirik, bu problemlər var. Bildiyiniz kimi vətəndaşlar Səbail rayonunda yerləşən prezident aparatının arxa qapısında qəbul edilirdi. Orada da çox vaxt ümumiyyətcə qəbulləmirdilər. Və Nərimanovda prezident administrasiyasının vətəndaşların qəbul mərkəzi yaratdılar ki, vətəndaşlar gəlib şikayətlərini bildirə, prezidentin köməkçilərinin qəbuluna girib öz aidiyyatı üzrə problemlərini çatdırırlar, problemlərinin həllinə nail olurlar. Çox təəssüf olsun ki, Nərimanovda yerləşən prezident administrasiyası vətəndaşların qəbul mərkəzində vətəndaşların demək olar ki, böyük bir əksəriyyətini qəbul eləyib problemlərini həll eləməyə çalışmırlar. Vətəndaşa əlavə problemlər yaradırlar. Problem nədən ibarət? Birinci növbədə insanlar uzaq rayonlardan gəlirlər və ümidlərini deməli bir yerə dikiblər. O ümid də prezident deməli administrasiyasında prezidentin köməkçiləridir. Prezidentin köməkçiləri də çox vaxtı deməli insanları qəbulləmir. Mən özüm 2 ildir Zeynal Ağdəliyevin və Fuad Ələsgərovun qəbuluna düşə bilmirəm. Çox müşkül məsələyə çevrilir, inanın. Bunun yəni prezident administrasiyası da özləri təsdiq ediblər, mənim əmdə çeklər də var. Qəbul mərkəzində kamera görüntülər də var. Deməli, orada bizə zorakılıq göstəriləndən sonra 17-ci polis bölməsinə gətirildik. Bir yarım saat təxminən orada dindiriləndən sonra biz sərbəst buraxıldıq. Bununla bağlı sosial şəbəkələrdə post paylaşmışdıq, yazı yazmışdıq, video çəkmişdik. Və dostlar da mütəmadi olaraq soruşur ki, bəs bu problem nə oldu, həllini tapdı mı? Bildirmək istəyirəm ki, bu günə qədər heç bir deməli nümayəndə, Daxili İşlər Nazirinin, Bakı şəhər Baş Polis İdarəsinin və yaxud da ki, Yasamal rayon polis idarəsinin rəisi tərəfindən nə qəbul edilməmişik, nə problemlərimiz həllini tapıyıb. Bildiyiniz kimi Şərifzadə də deməli digər küçələrdə də küçə ticarəti tüğyan eləyir, lakin qaziləri olmaz. Ölkədə qaziləri deməli gözüm çıxdı salma komandası təbii ki yuxarılardan biriləri tərəfindən verilmiş bir komandadır. Çox təəssüf olsun ki, qazilər bax belə dilənçi vəziyyətinə salınıb, bilərəkdən. Sonra da deyirlər ki, qazilər sui-istifadə eləyir, qazilər falan şey eləyir. Sən qazinin əlilini kəsirsən, qazini dilənçi vəziyyətinə qoyursan, 80 manat deməli müavinətə möhtac eləyirsən, ona dilənçi pulu deyərdim, üzr istəyirəm qazilərimizdən, döyüşçülərimizdən, veteranlarımızdan. Bu vəziyyətdə sarırsınız, küçələrdə qoyursunuz, sonra deyirsiniz ki, qazi gedib kiməsə üzr istəyirəm, yəni lord desə kirişalıq eləyir. Ona məsələn kirişalıq eləyib oradan 5-10 manat pul qazanır. Nətər qazanmalıdır? Və sən ayda 10 minə yaxın maaş alırsan, bir neçə dəfə də elə rüşvətlə, korrupsiyayla məşğulsan və oturmuşsan isti kresolarda qazinin problemini aradan qaldırmırsan. Daxili İşlər Nazirliyində adekvat olan rəhbər şəxslərə müraciət edirəm. Qazilərin problemini həll eləmək üçün mütləq şəkildə onları dinləyib onların problemini həll eləmək lazımdır. Hansısa deməli mənim çıxışımı və ya da postumu paylaşan qazinin deməli üzr istəyirəm, hər hansısa bir ailə üzünü sən gelib hədə qorxu eləyib bu postu sildirmək çıxış yolu deyil. Mən inanıram ki, Daxili İşlər Nazirliyində, Bakı şəhər Baş Polis İdarəsində adekvat insanlar var. Bu adekvat insanlar mütləq şəkildə bu problemin həlli istiqamətində addım atmalıdırlar. Heç kim polisi gözdən salmır. Bu sadəcə olaraq özünüzdən çıxartdığınız bir şər şəbədədir. Biz demirik ki, Azərbaycanda ümumi polis pisdir. Xeyr. Kifayət qədər adekvat, səmimi, dürüst, cəsarətli, vicdanlı polislərimiz var.
Amma gəlin etiraf eləyək ki, qazilərimizə, döyüşçülərimizə, vətəndaşlarımıza qarşı haqsızlıq eləyən, onlara şərşəvədə yaxan, onlara böhtan atan, onları təxribata çəkən valih kimi polislərimiz var. Bunlar dərhal cəzalandırılmalıdır. Bu, yəni əslində bir polisə qarşı böyük bir simpatiya olardı ki, polis vətəndaşa hörmətlə yanaşsın. Məsələn, mən misal çəkərdim Dövlət Təhlükəsizlik Xidmətinin deməli yanaşmasını. Təbii ki, hər hansısa bir qazimiz emosional çıxış eləyə bilər və yaxud da ki, qeyri-ixtiyari bir hərəkət eləyə bilər. Bunun da yəni təbii ki, səbəbləri var ki, müharibə yaşamış insanlardır, bunları başa düşmək lazımdır. Hər hansısa bir yanlışlığa yol verilərkən Dövlət Təhlükəsizlik Xidməti onu səliqəli formada, mədəni formada çağırır, məsələn, hansısa bir idarəyə, şöbəyə. Düzdür, orada da müəyyən, məsələn, zamanla 4 il ərzində müəyyən deməli əməkdaşların deməli rəftarını, qeyri-səmimini görmüşük. Amma ümumi mənzərə, faktiki reallıq ondan ibarətdir ki, yanaşma tərzidir. Yəni yanaşma. Məsələn, sürmək, döymək, zorakılıq eləmək. Mən bu deməli faktları, yəni Daxili İşlər Nazirliyi Dövlət Təhlükəsizlik Xidmətini müqayisə edəndə Dövlət Təhlükəsizlik Xidmətini həqiqətən də necə deyirlər, müsbət münasibətini açıq-aşkar görürüm. Dəfələrlə Dövlət Təhlükəsizlik Xidmətinə özüm şəxsən çağırılmışam. Paylaşdığım statusla bağlı, video ilə bağlı, müraciətimlə bağlı, hər hansısa bir haqsızlıqla bağlı. Heç vaxt hədə qorxu ilə, yəni biz burada bizik, bağda kör xəlifə sözünü eşitməmişik. Günü sabah Dövlət Təhlükəsizlik Xidməti olsun və ya qeyri-dövlət təhlükəsizlik xidməti olsun, hansısa qurum çağırarsa, hədə qorxu ilə, zorakılıqla qarşılarsa, təbii ki, onu da deməli paylaşacağım, danışacağım, məlumatlandıracağım.